Kreml bağlanır, 3 günlük məhdudiyyət olacaq. Moskvada qələbə günü ilə əlaqədar bayram tədbirlərinin keçirilməsi səbəbindən Kreml 3 gün ərzində ziyarətçilər üçün bağlı olacaq. Report Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Federal Mühafizə Xidməti məlumat yayıb. Məhdudiyyətlər 7-9 may tarixləri də daxil olmaqla qüvvədə olacaq. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 80-ci il dönümünə həsr olunmuş bayram tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq 7, 8, 9 may 2025-ci il tarixlərində ziyarətçilərin Kremlə girişinə icazə verilməyəcək, deyə məlumatda bildirilib. Həmçinin qeyd olunan günlərdə Aleksandr bağı ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər. Şəhərin mərkəzində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.